Kızlar, indi zaman geldi. Kargomuzu açaq. Belə koyum sizi. Korobkadan çıxartdıq kızlar. Bu nədir belə? Bu qazan naborudur. Qazan dəstə. Qaracanın. Mən heç vaxtı Qaracanın qazanların sevməmişəm. Əvvəl çox təzə Türkiyə köçəndə almışdım. Onda gördüm ki, yəni Qaracanın qazandı, texnikadır. Bunlar yəni keyfiyyətli olmurlar. Düzdür, qabları, servisləri belə servisləri. Qab naborlarına oxşar. Qəşəng olurlar, belə qablarına söz ola bilməz, amma qazanları xoşuma gəlmir. Bu belə onların hansı qazanları pis olur kızlar? İçi o teflon deyilir də, o qazanlar pis olur. İçi tez pozulur onların. Amma bu ondan deyil də, nikellidir. 2 dənə qazandır. Danışmaqda çətinlik çəkdim nəsə. 2 dənə qazandır. Biri sizə göstərim. Çünki Azərbaycanda da Qaraca mağazini var. Yəni qızlar cehiz almağa, bu izləyicilərimin məsəl üçün xanımlar bəlkə qızlarına cehiz almaq istəyərlər, nəsə də bu qazan naboru yəni hər evdə olacaq. İndi deyəsiz ki, işlətməmsən, nə bilirsən. Mən bunu neçə vaxtı, bəlkə də videolarımın da çoxunda görmüsünüz ki, hər dəfə girirəm, baxıram, yəni düşünürdüm, Tefal yoxsa Qaraca. Tefalın tək bir qazanı, bu boyda tək bir qazanı 13.000, dünən baxdım, 13.000 lira idi, 14 hətta. Amma bunun 2 dənə 2 qazanı, bu 8.000 liraya aldıq, 2 qazanı. Bu Tefalın 13.000 olan bu qədər də, litrəsi bu qədər idi. Bu 8 deyəsən, 8 litrəli. Biri 8-dir, biri 4-dür deyəsən. Yoxsa yox qızlar, 6 litrədir. Yəni 6 da az deyil də, baxın. Amma o qədər ağırdır, çəkisi çox ağırdır özünün. Bu dib hissəsi qalındır da, çox qalındır. Bu 6 litrəli idi. Bu balacası da, balacasının üstü var, yazılıbdır. Görürsünüz, burada yazılıb. 4 litrədir. 4 litr, bu da 6 litr. İndi keçək əsas məsələyə. Belə də bir dənə də qapaq var. Hər 2 qazana düşür. Baxın, sadə qapaq. Hər 2 qazana düşür. Yəni bunu tək düdüklü təncərə kimi yox. Düdüklü təncərədə Azərbaycan dilində bilmirəm mən nətər deyilir. Şeydə də skorovarka deyirlər də, tez pişirilir. Bunun içində tez pişən skorovarka. Bunun da əsl şeyi bu qapaqdır. Ən vacib olanı bu qapaqdır. Bu rezin zamanla dəyişilməlidir. Elə Qaracanın özündən sifariş eləyirsən. Bu qazanlarda ən xarab olan bu rezindir. Bu rezin zamanla yumşalır, başlayır parı çölə buraxmağa. O
2 ildən bir, 3 ildən bir bilmirəm, o baxır işlətməyə. Onda dəyişilməlidir. O da ki, elə belə bir cüzü də ucuzdur və öz Qaracadan sifariş eləyirsən, gəlir. Bunu mən niyə kağızı qopartmadım sizə göstərməkdən ötürü. Bunu ətraflı belə başa... Hər qızlar, sözüm yarımçıq qaldı. Deyəsiz ki, işlətməmsən, nə bilirsən. Bunu bizim yaxın bir adamımız alıb, 1 il olar. O qədər tərifli, tək bir adam deyil ha, bir neçə, biri də burada. O aldı, Rusiyaya apardı. Ona da buradan baxır, bilən mütləq videolarıma baxır. O salam söyləyirəm, bilir kimdir özü. Birinci ona aldırdım ki, sən yoxla, sonra mən alacağım. Həm də burada da bir tanıdığım var. O da dedi ki, Tefal ilə Qaracanın, mən Tefal almaq istəyirdim. O dedi ki, Tefal ilə Qaracanın heç bir, yəni bu qazanlarda şey yoxdur. Necə deyərlər də, yəni fərqi yoxdur. Ola bilsin dedi, Tefal məsəl üçün 10 dəqiqəyə pişirən əti Qaraca 15 dəqiqəyə də, 5 dəqiqədən ötürü o qədər əlavə pul verməyə dedi, dəyməz firma olaraq. Düzdür, Tefal indi tanınmış firmadır. Amma bu imenli bu qazanlarda dedi şey deyil, fərq eləmir. Nəysə onu da söylədim buradan. Mən inanırsam bütün satıcılardan, bu Qaracanın bütün mağazinlərə girib soruşuram. Yəni mən əvvəllər də çox eşitmişdim. Bu düdüklü təncərələrin partlama şeyindən qorxurdum. Dedilər ki, bu çox güvənlidir. Görün neçə dənə göz belə şey var. Göstərib. Belə tutacaq yeri də. Baxın, bunu əyib partlama şansı dedi mümkün deyil. Nəysə. Bunu da buradan, bunu da götürüm. Bilmirəm nə qədər izah eləyə bildim. İndi bu pişəndə qızlar, bu qapaq qalxır, başlayır yaşıl rəng almağa. Birinci belə yaşıl olur, sonra bu rəng olur, pişəndən sonra da qırmızı rəng olur. Tam uji onda söndürürsən və başlayırsan belə par da buradan çıxır. Buradan par çıxır, başlayırsan yavaş-yavaş onu birdən belə şeyləmirsən. Onu 10 dənə deyəsən burada, 1, 2 belə. Yavaş-yavaş havasını buraxırsan, peçi söndürdükdən sonra ət, meyvə, bu da par çıxan yer, par buradan çıxır. Nəysə də işlətdikcə də baxarıq. Bunu bağlama şey də belə. Amma bəlkə də başqa şeylərin o ucuzları var, lap ucuzları var da. Onları mən qorxumdan işlədə bilməm. Hətta bunda da qorxuram. Bunun da qapağın gərək belə şey olasın. Baxın qızlar, qapağın örtülmə, açılma şeyi belə. Açanda da bunu basırsan belə. Biraz adam öyrəşincə biraz çətinlik çəkir. Belə basırsan üstüne bağlandı. Yəni dediyim kimi hər evdə təsəvvür eləyin, biz əti nə qədər sümüklü əti 5 saatlarla qaynadırıq da, gör orada nə qədər həm işığa, ya kimin işıqlandısa, peçi işığa nə qədər ziyan olur, qazlandısa qaza nə qədər ziyan olur, özümüzün vaxtımıza, məsəl üçün bir qonaq, qəfildən bir qonaq deyir ki, qonaq gəlir, o 20 dəqiqəyə ətin hazır olur da. İndi mən bunları çox başa salmıram. Onsuz da bilirəm ki, çox xanımın evində bu düdüklü təncərədən var. Türkiyədə hamının evində var. Azərbaycanda da yəqin ki, çoxsunun evində var.
Ona görə onu başa şey eləmirəm. Yəni çox belə hər tərəfli ekonom elətdirir də. Amma mütləq və mütləq yaxşı tanınmış, yəni belə sınanmış firmadan yaxud məsəl üçün mən bunu alan adamlardan, işlədən 2-3 illər boyu işlədən adamlardan soruşduqdan sonra aldım. Çünki ehtiyat eləyirəm də, yəni qorxuram onun partlayışından, qorxuram mən. Ona görə elə belə ucuz, nə bilim harda ucuz, tək ucuz olsun deyib almayın qızlar. Düdüklü təncərəni heç vaxt ucuz yerlərdən almayın. Çünki o çox apasında, yəni təhlükəlidir. Baxın qızlar, güvənli bişirmə sistemi. Yəni təhlükəsizlik üçün 6 kilit sistemi ilə tüm ləzzətlər güvəndə. Gücləndirilmiş altılı kilit sistemi ilə tüm ləzzətlər güvəndə. Altılı kilit vardı. 6 dənə açar, yəni o açar bağlanan yeri var. Hızlı bişirmə, tez bişirmədə gəlişdirilmiş barış sistemi ilə 7 dəqiqədə nohud yapın. 7 dəqiqədə noxud bişir. Yəni təsəvvür eləyin, noxud 7 dəqiqədə, lobyadır. Lobya lap 5 dəqiqəyə deyəsən bişir. Yeməklərin vitaminlərin, aromasını və mineral dəngəsini qoruyur. Beləliklə aldım bunu. İndi işlətdikcə də göstərəcəm sizə qızlar.